Gərək hər bir vətəndaş öz vətəninə görə, öz millətinə görə, öz xalqına görə milli qürur hissi keçirsin. Azərbaycanlı olmaqdan fəxr etsin. Biz öz milli mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında formalaşıbdır, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli mənəvi dəyərləri olmayan millət, həqiqi millət, həqiqi xalq ola bilməz. Azərbaycan xalqının milli mənəvi dəyərləri ən əsas bizim müqəddəs kitabımız Quran-ı Şərifdə öz əksini tapıbdır. Zengin kime denir? Allah ve Resulünü tanıyana denir. Onlar çünkü düşünce olarak ruhen rahat oldukları için hastalığa da yakalanmazlar. Paraya da ihtiyaçları olmaz. Samimi olarak söylüyorum. Bak samimiyim konumda. Yok, doğrudur abi, sizin hür ve fikriniz bu. Eğer insanlar Kur'an-ı Kerim'i muhatap alırlarsa kendilerine gerçekten Rabbimiz onların rızıklarını ayaklarına yollar. İçinde kalanları söylemiyor. Biz ne maskesi takacağız usta? Kurdun maskeye ihtiyacı mı var Memati?